namazda sözlər var, onu tələffüz eləmək lazımdır, yəni diqqətlə. Şərtdir. Namazın sözləri tələffüz etmək şərtdir. Yəni, hər kim bilərəkdən namazın sözlərini tələffüz, nitq etməsə, namaz batildir. Namazın sözləri, yəni orada təsbihatlar var, zikirlər, açılış duası, rukuda, səcdədə, təşəhhüd. Bunu sən tələffüz etməsən, ürəyində oxusan, məsələn, Allahu Akbar. Oxudum Fatih surəsi. Tələffüz eləmədim. Ürəyimdə oxudum. Orada namaz batil olur. Şeyxülislam İbn Teymiyyə rahimehullah bütün alimlərin icmasını nəql edir ki, əksin deyən yoxdur. Namaz batildir. Namazda qiraət var yoxsa yox? Quran qiraət edirsən də Fatihə surəsi ən azından oxuyursan. Bütün alimlər icma ediblər ki, məsələn İmam Beyhaqqi alimlərin icmasını nəql edir ki, qiraət adlanmır tələffüz olmasa. Deməli, sən ürəyində oxudunsa qiraət eləmədi. Namaz batil olur. Bunu bəzi cahil müsəlmanlar eləyirlər, görmüşəm belə. Yanımda namaz qılır, şahid olmuşam, subhanallah. Düz tənbih eləmişəm, kimisə görsə gəlir tənbih eləsin. Çünki bir münkardır, münkər bir əməl edir, gəlir inkar eləyəsən. Namaz qılır, heç nə oxumur. Akası, sən demə oxuyur. Sən demə oxuyur, ürəyində oxuyur. Ürəyində oxuyur. Hə, İbrahim, bu olmaz elə. Olmaz elə. Tələffüz olmalıdır. Şərtdir. Şərtdir. Yəni, ləfz olmalıdır, nitq.